Salam əziz izləyicilərim, hər birinizi xoş gördük. Əziz izləyicilərimiz, bugün mən sizə Google hesabı necə açılır, Gmail necə açılır, sazlamalar necə həyata keçirilir, nömrə əlavə etmək, ikinci e-posta əlavə etmək, telefon izlənməsi və sair sazlamaları göstərəcəm. Videonu bəyənib abunə olmağı unutmayın, zəhmət olmasa. İndi isə videomuza keçək. Bunun üçün əziz izləyicilərim, siz Google hesabı açmaq üçün iki üsul var. Birinci üsulu sizə öyrədirəm. Google'a daxil olursunuz. Google açıldıqdan sonra axtarış yerinə Google hesabı yazırsınız. Yazdıqdan sonra enter vurursunuz, axtarış verdiniz. Google hesabı birinci məsələn səhifəyə daxil olursunuz. Səhifəyə daxil olduqdan sonra mənim hal-hazırdakı indiki Gmailimdə, yəni Google hesabımda mənim telefonum, 2 mərhələli doğrulama, şifrəm nə vaxt dəyişilib, yəni bunları göstərir. İndi isə mən sizə Google hesabını açmağı öyrədim, sonradan sizə sazlamaları başa salacağım. Burada E hərfi sağ küncdə mənim akkauntum görsənir. Mənim akkauntum var, ancaq mən akkauntlarım, yəni Google hesablarım hamısı gəlir bura. Yəni telefona əlavə etdiyim akkauntlarım mənim telefonuma gəlir. İndi isə burada ən aşağıda gördüyünüz kimi başqa hesab əlavə edin var. Yəni plus işarəsi. Bu plus işarəsinə vurduqdan sonra mənə avtomatik olaraq mənim telefonumun parolunu istəyir. Mən bura məsələn model istifadə edə bilərəm, barmaq izi və yaxud üz görüntüsü ilə də mən keçə bilərəm. İndi mən hal-hazırda barmaq izi sensoru ilə daxil oluram. Gördüyünüz kimi artıq bizim üçün giriş yarandı. Bu birinci üsul. İkinci üsul da buna oxşardır, daha rahatdır. Yəni sizin belə deyim, telefonlarda əsasən daha rahat olur. Yəni Google'un özündən girib açmaqdansa, onun proqramından açmaq daha yaxşıdır, daha asandır. Bunun üçün burada belə bir belə deyək, mesaj kutusu olan Gmail var. Yəni bu hesabdır, sizin hesab sazlamalarıdır. Yenə gördüyünüz kimi bizim akkauntumuz gəldi sağ küncdə, yuxarı küncdə. Həmin akkauntun üzərində bir dəfə vurduqdan sonra indi yenə həmənki kimi, yəni Google'da necə ki axtarış vermişəm, elə səhifə açıldı. Burada yazılıb yenə başqa hesab əlavə edin. Burada yenə plusun üzərinə vururam. Aha, gördüyünüz kimi artıq bizim qarşımıza səhifəmiz açıldı. E-post quraşdırın. Burada gördüyünüz kimi Google, Outlook, Hotmail və Live, Yahoo, mübadilə və Office 365 və digərlər. Yəni bunlar siz hər hansısa bir belə deyim, internet brauzeri üçün əlavə hesab yaradırsınız və yaxud daxil edirsiniz. Bunun üçündür. İndi bizə lazım olan, biz telefonumuza əlavə etmək istəyiriksə və yaxud yeni hesab yaratmaq istəyiriksə, bizə lazım olan Google'dur. Google'un üzərinə bir tərəfə tıkladıqdan sonra, klik etdikdən sonra yenə barmaq izi sensoru ilə mən daxil oluram. Burada yenə qarşımıza nə çıxıb? Deyək, Google hesabınızdan istifadə edin. Hesab bu cihaza əlavə olunacaq və digər Google tətbiqləri üçün əlçatan olacaq. Hesabınızdan istifadə haqqında ətraflı məlumat. Yəni bura belə deyim, əgər yaratmışsınızsa Gmail hesabınızı, yəni oraya yazırsınız, 2 mərhələli doğrulama aktivdirsə, yəni ondan keçirsiniz, şifrənizi yazırsınız, yəni Google hesabınıza daxil olursunuz. Burada e-postanı unutdunuz var. İndi mən sizə e-postanı unutdunuz necə qaytara bilərsiniz, o barədə sizə bir ipucu verəcəm. Burada var ən aşağıda hesab yaradın. Hesab yaradın üzərinə bir dəfə klik vururuq. Kliki vurduqdan sonra bizə yeni bir səhifə açılır, yəni kontekst açılır. Şəxsi istifadə üçün və yaxud iş və ya biznesim üçün. Mən şəxsi istifadə üçün açıram Gmailimi, yəni hesabı. Şəxsi istifadə üçün bir dəfə klik vururam. Aha, e-postanı unutdunuz deyəndə mən dediyim ipucu buradadır. Nəyə görə?
Siz hər hansı yeni bir telefon aldıqda və yaxud telefonunuz sınar, nömrəniz itər, siz əvvəlki Gmailinizə daxil olmaqdan ötəri sizdən Gmailiniz yaddaşınızda qalıbsa, siz yazıb girəcəksiniz. Sonra isə sizdən ad soyad soruşacaq Google ki, sizin ad soyad. Yəni burada ad soyad da adı soyadın yerinə, soyadın adın yerinə yazmayın. Onda siz hesabınızı itirdikdə sizə yəni ad yazacaqsınız, ad məsələn Elsəvərdir, siz götürüb ora Nuriyev yazacaqsınızsa və yaxud hər hansısa bir soyad, yəni özünüzə məxsus. Sizi Google tanımayacaq, yəni səhv algılayacaq. Bunun üçün düzgün yazırsınız. Mən də bir də ki, ingilis hərfləri ilə yazmağınızı məsləhət görürəm. Çünki ingilis hərfləri ilə yazanda daha aydın, daha Google belə deyim, nəticə verir. Elsəvər Nuriyevi yazdım mən. Yazdıqdan sonra məndən doğum tariximi soruşur. 21 oktyabr 2004. Və burada gender kişi cinsini seçirəm. Növbəti klikləyirəm. Burada mənə deyir ki, mən məsələn Google-un mənə məsləhət gördüyü adlar var, yəni Gmail'lar, ünvanlar. Məsələn mən deyirəm ki, öz ünvanımı yaradıram. Məsələn nə yazaq? Yazaq Elsəvər .n.245. Aha, gördüyünüz kimi artıq təsdiqləndi. Yəni Gmail təsdiqləndi. Yəni o yazdığım adın eyni bir oxşarı kimsə istifadə eləmədiyi üçün, yəni məni yeni növbəti səhifəyə atdı. Burada şifrə var. Mən şifrəni məsələn adi bir şifrə yazaq. Məsələn yazdıqdan sonra şifrəmiz burada indi bizə Google meneceri yəni bildirir ki, siz yadda saxlamaq istəyirsiniz, yəni parolu. Mən yenidən Gmail'ə daxil olanda mənim avtomatik parolum, adım, soyadım tez gəlib düşəcək. Mən Google-dan rahat hesabıma rahat keçiş eləyə biləcəm. Mən bunu indi yox deyirəm. Mənim artıq bu nömrəmə Gmail'im mövcuddur, yəni bağlıdır. Yəni buradan o yanası növbətini vuracaqsınız. Razıyam kliki gələcək. Razıyam düyməsini vurandan sonra sizin Gmail hesabınız artıq yaranacaq. İndi mən sizə bir şey də öyrədim. Deməli Gmail'ə daxil olursunuz sazlamalar üçün. Sazlamalar üçün Gmail'ə daxil olursunuz. Yəni mesaj kutusuna. Mesaj kutusuna daxil olduqdan sonra akkauntun üzərinə bir dəfə vurursunuz. Vurduqdan sonra sizin qarşınıza yenə həmişə kimi Gmail adresiniz gəlir. Yəni Gmailləriniz gəlir. Siz burada Google hesabınızı idarə edin var. Onun üzərinə bir dəfə klik vurandan sonra sizə belə bir səhifə açılır. Məsələn, bu mənim əvvəlcədən yaratdığım Google hesabıdır. Yəni mən bundan istifadə eləmirəm. Ara sıra. Burada məsələn mənə şəxsi məlumatlarım var, təhlükəsizlik girişim var. Şəxsi məlumatlarımı bir ədəd tıklayıram, bir dəfə klikləyirəm, tıklayıram. Burada məsələn mənim profil şəklim, adım, soyadım, doğum günüm, yəni gender kişi, e-posta Nuriyev Elsəvər. Hesabınızı qorumaq üçün bərpa fotosu əlavə edin və yaxud nömrə əlavə edin. Ana səhifə, iş, digər. Burada sonra profillərim var. Sonuncu dəyişiklik 23 noyabr. Yəni çox da uzun müddətdir. Hardasa 2 həftədən çoxdur, yəni açılıb Gmail. Təhlükəsizlik girişi var. Aha, burada indi isə bizə görsənir ki, Poco X7 Pro üzərindən hesaba yeni giriş. Yəni 23 noyabrda. 23 noyabrda açmışam, 23 noyabrda da daxil olmuşam. 2 mərhələli doğrulama. Yəni bu da nə üçündür, əziz izləyicilərim? Siz belə deyək, sizin yeni bir telefon nömrəsi əlavə etsəniz, yeni elektron poçt əlavə etsəniz, burada avtomatik görsənəcək ki, məsələn
Nuriye verilsələr birə yox, məsələn hesaba girişim yoxdursa və yaxud belə deyək ki, şifrəmi unutmuşamsa, yenidən həmin əlavə Gmail hesabıma kod göndərəcək Google. Mən o kodu doğrulama kimi yazacağam, ondan sonra mən şifrəmi və yaxud hesabıma giriş edə biləcəm. Burada gördüyünüz kimi giriş açarları, yəni bunlar hamısı ikili doğrulamalıdır. Telefon nömrəsi əlavə edin, telefonuma SMS kod gəlir, sonra yoxlayıcı. Bu Google Prompt deyilən bir tətbiq var. Onu yüklüyorsunuz, yəni QR kodla, barkodla yoxluyursunuz. Ondan sonra siz hesaba daxil olursunuz. Giriş açarları var, sizə 12 ədəd giriş açar verir. O giriş açarları ilə siz hesabınızı idarə edə bilirsiniz və yaxud kod olmayanda siz Google xidmətlərinə başvuru edirsiniz. Ondan sonra sizin belə deyək, hesabınıza giriş məhdudiyyəti aradan qaldırılır. Yəni hesaba giriş edə bilirsiniz. Sonra burada var təhlükəsizlik kodu. Burada da təhlükəsiz kodları indi mən bunu çox güman ki bulurlayacağam. Kod 1'im var, kod 2'm var. Bu da yine həmçinin giriş açarlarım var təhlükəsizlik üçün. Yəni bura giriş açarları yazıram. Bilirsiniz necə? Yəni mən telefonumu belə deyək, şarja taxanda, bluetooth açanda avtomatik hesabıma girişim və yaxud başqa telefondan hesaba girişim məsələn aktivləşir. Şifrə var, mümkün olduqda parolu keçin. Yenə burada gördüyünüz kimi bərpa telefonu, yəni telefon nömrənizü əlavə edirsiniz. İki mərhələli doğrulamada sizə kod gəlir. Həmçinin bərpa e-postunda da. Yəni bunlar hamısı sizin əgər Gmail ömrü istifadə etmək istəyirsinizsə, yəni Allah verən ömrü yaşayıb istifadə etmək istəyirsinizsə, sizə məsləhətdir ki, yeni bir, yəni əlavə bir hesaba bağlayasınız. Yəni o bir belə deyək, əlavə bir Google hesabı olmalıdır və yaxud elektron posta olmalıdır, Mail.ru olmalıdır, fərq eləmir. Yəni bunu əlavə edəsiniz ki, sizin belə deyək, hesabınızı itirəndə o hesaba yenidən mərhələli doğrulamadan keçib o hesaba giriş edə bilərsiniz. Sonra Google parolu var. Yəni 23 noyabrda dəyişmişəm. Yeni parol üçün də yenə mən yeni parolu daxil etməkdən ötəri mən parollarımı yazıram, davam edib vururam. Məndən əvvəlki kodumu istəyir. Mən deyək əvvəlki kodumu bilmirəmsə, mənə deyəcək ki, sən ikili doğrulamada məsələn hansısa telefona bağla, mən o telefona kod göndərim. Sən elə daxil ol. Yəni belə bir nüanslar var. Sonra var burada Google. Aha əziz izləyicilərim, indi keçirik üçüncü tərəf əlaqələrinə. Üçüncü tərəf əlaqələrinə bir dəfə kliklədikdən sonra qarşımıza mənim belə deyək, daxil olduğum saytlar və yaxud oyun belə deyək, akkauntlarım çıxacaq. Yəni siz PUBG oynayırsınızsa, PUBG-yə bağlamısınızsa PUBG ilə, Viking Rise, Rise of Kingdoms, yəni Facebook olsun, Instagram olsun, nə bilim Telegramı olsun. Siz nəyə bağlamısınızsa elektron postunuzu, Google hesabın. Sizi burada sizin bağladığınız, yəni Google hesabınızın bağlı olduğu üçüncü tərəf əlaqələri və yaxud tətbiqləri burada görsənəcək, burada əks olunacaq. Burada isə data məxfilik var, yəni məxfilik bildiyiniz kimi məxfilik deyir. YouTube tarixçəsini məsələn, YouTube tarixçəsinə baxmaq olur. Reklam mərkəzim var, partnyor reklam ayarları var. Yəni burada sizin o qədər necə deyim sizə, sizlik bir şey yoxdur. Yəni burada şəxsi düz məlumatlar var, ancaq siz YouTube məsələn premium istifadə edirsinizsə, hə sizə lazımdır və ya partnyorunuz varsa sizə lazımdır. Yəni belə şeylərdə. Burada bir dənə də sizə bir nüans göstəreyim. Deməli, burada var cihazlarınız, daxil olduğunuz cihazlar. Mən bunu göstərə bilmədim. Aha, burada gördüyün. Əziz izləyicilərim, sizə bir də nüansı göstərim. Mən bunu keçmişəm. İndi hal-hazırda sizə göstərəcəm. Deməli, təhlükəsizlik və giriş. Burada Poco X7 Pro üzərindən girişim var. Sonra burada var itmiş cihazı tapın.
İndi mənim başqa telefona bağlı deyiləm. Mənim bu hesabda başqa cihaz bağlı olmadığı üçün, yəni görsənmir. Burada itmiş cihazı tapın, vurursunuz. Gördüyünüz kimi sizi belə deyək, mapə göndərir. Poco X7 Pro məsələn üzərinə bir dəfə klik edirəm. Məsələn deyir ki, FindHub, yəni ki, axtarır. Məsələn qəbulu vururam. Cihazımla əlaqə yaradılır. Məkan deaktiv edildi. Gördüyünüz kimi mənim telefonum 67%, 67%, telefonum Poco X7 Pro, Poco X7 Pro. Mən indi səsli oxudunu vurum, görüm nə olacaq. Gördüyünüz kimi mənim hal-hazırda telefonuma bildiriş gəldi. Yəni bildiriş səsi gəldi ki, telefon harda. Telefonunuz itəndə və yaxud oğurlananda bu lazım olur. Və yaxud sizin hər hansı bir Google hesabınız oğurlananda və yaxud yer axtarışa verəndə, yəni aktiv olaraq girirsiniz, itmiş cihazı tapın. Üzərinə bir dəfə klik vurandan sonra axtarış yeri nöqtəsini göstərir. Əgər məkan aktivdirsə o telefonda. Belə də ki, telefonu kilidə də sala bilərsiniz və yaxud səsli oxuda da bilərsiniz. Oldu əziz izləyicilərimiz, videomuz bu qədər. Yeni videolarda sizinlə görüşmək üzərə. Yəni sizin də əgər hər hansısa bir video, yəni anlamadığınız bir bölüm qaldısa, bir sualınız varsa rəy bölməsinə yazın. Videonu bəyənib paylaşmağı unutmayın. Oldu, çox sağ olun.